O, bizi bize bizim dilimizde izah etti. Gah güldürdü, gah düşündürdü, gah da ağlatdı. Amma bir an belə həqiqəti deməkdən çəkinmədi. Molla Nəsrəddinin atası, qələmi ilə cəhaləti sarsıdan böyük ustad, Cəlil Məmmədquluzadə. Gəlin onu daha yaxından tanıyaq. Salam əziz dinləyicilər. Zamanın Səsi podkastının bugünkü buraxılışında biz zaman maşınına ehtiyac duymadan tariximizin ən kəsərli qələm sahiblərindən biri ilə həmsöhbət olacağıq. O bizi bizə tanıdan, anamın kitabını yazan, Molla Nəsrəddinlə cəhalətə müharibə elan edən böyük ustad Cəlil Məmmədquluzadədir. Xoş gəlmisiniz Mirzə. Xoş gördük Sadiq. Amma mən elə gəlir ki, mən heç vaxt getməmişdim. Həmişə buralarda. Sizin aranızdaydım. Mirzə, siz 1906-cı ildə Molla Nəsrəddin jurnalını çıxaranda xalqı gündürərək ağladırdınız. Bu gün 2026-cı ildir. Sizcə biz o vaxtki müsəlman qardaşlarımızdan çoxmu fərqlənirik? Baxıram. Şəhərləriniz dəyişib, binalarınız göyə ucalıb. Əlinizdəki o balaca güzgülərlə bütün dünyanı görürsüz. Mənim qorxum həmişə Şeyx Nəsrullahların libas dəyişməsidir. Əgər bugün də kimsə öz dilini bəyənmirsə, elm qala-qala xurafata qaçırıqsa, deməli, Molla Nəsrəddin hələ də öz eşşəyindən düşməyib. Amma ümidliyəm, çünki oxuyan gəncləri görürəm. Sizin məşhur Anamın kitabı pyesinizdə qardaşlar fərqli dillərdə danışırdılar və bir-birlərini başa düşmürdülər. Bu gün də dil məsələsi aktualdır. Ana dili sizin üçün nə deməkdir? Dil millətin namusudur, Sadiq. İnsan hər dili öyrənməlidir, dünyaya açılmalıdır. Amma öz ana dilini unudan, evinin açarını itirmiş ev sahibinə bənzər. Öz dilində ağlaya bilməyən, öz dilində gülə bilməyən xalqın gələcəyi dumanlı olar. Mən istərdim ki, mənim yazdığım o anamın kitabı artıq bağlanılsın. Qardaşlar bir dildə anlaşsınlar. Mirzə, bəs Həmidə xanım? Həyat yoldaşınız sizin ən çətin günlərinizdə yanınızda oldu. O dövrün qadınları və indiki Azərbaycan qadını haqqında nə düşünürsünüz? O mənim təkcə həyat yoldaşım deyil, həm də silahdaşım idi. O mənə sübut etdi ki, bir millətin qadını azad və elmli deyilsə, o millətin kişisi heç vaxt ucala bilməz. Baxıram, indi qızlarınız məktəbə gedir, universitetlərdə oxuyur, dünyanı gəzir. Bu mənim ən böyük arzum idi. Amma zahiri bərbəzək insanı xanım eləməz. Mirzə, sizin Öllər pyesinizdə Şeyx Nəsrullah obrazı var. O, insanların inancından istifadə edərək onları aldadırdı. Bugün informasiya əsrində yaşayırıq. Hər kəsin əlində internet var. Amma yenə də saxta xəbərlərə, yalançı müdriklərə inananlar az deyil. Sizcə niyə insanları aldatmaq hələ də bu qədər asandır? Çünki elm beynə girməmişdən qabaq, qorxu və tənbəllik ruhu ələ keçirir. Şeyx Nəsrullahlar ölmür, sadəcə formalarını dəyişirlər. O vaxt əba geyinirdilər, indi bəlkə bahalı kostyum geyinirlər. Bəlkə də o dediyin internetin içində gizlənirlər. İnsan düşünməkdən qorxur. Düşünmək məsuliyyətdir. Mənim kefli İskəndərim ona görə içirdi ki, ayıq olub bu mənzərəni görməyə dözmürdü. Mirzə, bugün sizi dinləyən minlərlə gəncə bir cümlə ilə nə deyərdiniz? Deyərdim ki, sizə deyirəm, ey mənim Azərbaycanlı qardaşlarım, özünüzü tanıyın. Mən ömrümü ona görə çürütdüm ki, siz kim olduğunuzu, hardan gəldiyinizi unutmayasınız. Dünyanın elmini öyrənin, texnologiyasını mənimseyin, amma ruhunuzu kimsəyə satmayın. Cəhalət ən böyük zindandır. O zindanın açarı isə yalnız kitabdır, oxumaqdır. Mirzə, bu dəyərli nəsihətlər üçün sizə minnətdarıq. Sizinlə söhbət etmək sanki tarixin tozlu rəflərindən gələn bir işıq selinə qərq olmaq kimidir. Əziz dinləyicilər, Zamanın Səsi layihəsinin ilk buraxılışını izlədiniz. Bəli dostlar, bu möhtəşəm söhbəti bəyəndinizsə, kanalımıza abunə olun və bu videonu daha çox insanın görməsi üçün paylaşın. Növbəti görüşədək. Sağ olun.